2026-cı ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetində yeni yaradılmış The Journal of Scientific Factors beynəlxalq elmi jurnalının rəsmi saytının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində universitetin bir qrup akademik inzibati heyəti üzvü iştirak edib. Tədbirin əsas məqsədi MDU-da elmi nəşr fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, tədqiqat nəticələrinin daha geniş akademik auditoriyaya çatdırılması və universitetin elmi kommunikasiya imkanlarının rəqəmsal mühitə gücləndirilməsi olub. Tədbiri giriş sözü ilə açan MDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Natavan Namazova universitetdə elmi tədqiqat fəaliyyətinin inkişafı, akademik nəşr mədəniyyətinin formalaşdırılması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından yeni jurnal platformasının əhəmiyyətini vurğulayıb. Prorektor qeyd edib ki, The Journal of Scientific Factors iqtisadiyyat və enerji mühəndisliyi sahələrində nəzəri, empirik və tətbiqi tədqiqatların dərcinə yönələn beynəlxalq rezidensiyalı akademik jurnal kimi MDU-nun elmi potensialının beynəlxalq müstəvidə tanıdılmasında mühüm töhfə verəcək. Bildirilib ki, jurnal iqtisadi sistemlər, siyasət çərçivələri, enerji istehsalı və infrastrukturun mühəndislik əsasları, enerji texnologiyaları, enerji səmərəliliyi, ənənəvi enerji sistemlərindən bərpa olunan enerji mənbələrinə keçid, həmçinin iqtisadi inkişaf və enerji texnologiyaları arasında qarşılıqlı əlaqələr üzrə elmi araşdırmalar üçün akademik platforma rolunu oynayacaq. Bugün elmi inkişafı, beynəlxalq əməkdaşlıq, açıq diskussiya, multidisipliner yanaşmalar istiqamətində inkişaf edir. Bugün bizim təqdim etdiyimiz Mingəçevir Dövlət Universitetinin təhsil etdiyi Journal of Scientific Factors jurnalı da məhz bu cür məqsədlər üçün yaradılmışdır və beynəlxalq akademik bazalarda müasir standartlara tələb verən formada formalaşmışdır. Bizim bu jurnalda bir neçə elmi tədqiqat istiqamətləri formalaşıb, belə ki, əsasən iqtisadiyyat, enerji, dayanıqlı inkişaf kimi istiqamətlərin toqquşmasından, birləşməsindən vəhdətində yaradılan elmi tədqiqatların nəşr olunması nəzərdə tutulur və inanırıq ki, bizim Mingəçevir Dövlət Universitetinin Journal of Scientific Factors jurnalı nəinki regionumuzun, Azərbaycanın və bütövlükdə dünyanın elm cəmiyyəsinə, akademik mühitə öz elmi tədqiqatları ilə töhfə verəcəkdir. Daha sonra MDU-nun rəqəmsal transformasiya şöbəsinin baş mütəxəssisi Əziz Əmiraslanov tərəfindən jurnalın rəsmi saytının funksional imkanları barədə təqdimat edilib. İştirakçılara saytın strukturu, istifadəçi interfeysi, məqalə qəbulu və redaksiya proseslərinin idarə olunması, müəlliflər üçün nəzərdə tutulan bölmələr, jurnal haqqında məlumatların yerləşdirilməsi və rəqəmsal nəşr prosesinin təşkili ilə bağlı ətraflı məlumat verilib. Təqdimat zamanı saytın elmi məqalələrinin qəbulu, qiymətləndirilməsi və nəşrə hazırlanması prosesinin daha sistemli, şəffaf və operativ şəkildə həyata keçirilməsinə imkan yaradılacağı diqqətə çatdırılıb. Eyni zamanda platformanın beynəlxalq elmi bazar, akademik axtarış sistemləri və tədqiqatçı auditoriyası üçün əlçatanlığın artırılması baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Bu sistemin hazırlanması ilə bağlı tapşırıq aldığımız zaman rəqəmsal transformasiya şöbəsi olaraq bu sistemin ilkin olaraq istifadəçilərin həm asan idarə olunmasına, həmçinin də UX dediyimiz, yəni sistemin daha da rahat və gözəl görsənməsinə daha da diqqətə alaraq ilkin olaraq bunun dizayn hissəsinə keçid etdik və dizayn hissəsindən sonra isə başladıq ikinci növbəti hissə olaraq kodlama sisteminə. Kodlama hissəsində isə biz ilkin olaraq frontend tərəfində Meta şirkətinin React kitabxanasından istifadə etmişik. Çünki ilərləyən zamanlarda, gələcək zamanlarda bizim də platformamız böyük istifadəçi kütləsinə hitap etməsini fikirləri nəzərdə tutaraq, bunun üçün biz də React əsası yaratmağa çalışdıq. Həmçində istifadəçilər məlumat bazasının təhlükəsizliyini, istifadəçilərin o istirahət sistemindən rahat istifadəsinin hər birini təmin edilməsinə ilkin olaraq özümüzdə ən əsas prioritetlərdən əsas saydı. Sonda iştirakçıların sualları cavablandırılıb, saytın gələcək inkişaf istiqamətləri, jurnalın beynəlxalq indeksləşmə perspektivləri və MDU-da elmi nəşr fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.